əsr namazının vaxtında yadına düşsə ki, zöhr namazını qılmayıb və yaxud da qılıb qılmadığı barədə şəkk eləsə, həmin o əsr namazı əsnasında niyyətini çevirməlidir zöhrə və zöhr namazı niyyəti ilə həmin o namazı tamamlamalıdır və namazından da sonra əsri qılmalıdır. Eynən şam və işada da bu şəkildə olacaq. Qəza namazını qılan şəxs niyyətini əda namazına çevirə bilməz. Əda yəni o namaz ki, onun bu dəqiqə vaxtıdır, yəni həmin o namazı qılmalıdır, qəza namazı qılır, zöhr namazı qılır və zöhrün vaxtı giribdir. Həmin o zöhr qəzasını çevirsin ki, bunu elə vacib zöhr niyyəti ilə, yəni vaxtı olan zöhr niyyəti ilə qılıram, bu şəkildə olmaz. Həmçinin müstəhəb namazı da, məsələn, 2 rükətli müstəhəb namazı qılır, onu çevirmək istəyir sübh namazı niyyətinə, bu da olmaz. Yəni müstəhəb namazı da vacib namaz niyyətinə çevirmək olmaz.